Fəridin babası dedi ki, oğlum get bazardan bir xurma al gəl. Və Fərid dedi, yaxşı baba, gedib bir xurma alıb gələcəm. Və Fərid yeməyini yeyib bazardan xurma almağa getdi. Xurma almaq üçün bazarı gəzirdi və bazarın içində çox kasıb bir adam gördü. Adam xurmalara baxa-baxa heç birini alamırdı. Hər xurmaya baxırdı, hər meyvəyə baxırdı. Amma bazardan niyəsə heç nə ala bilmirdi. Amma sonra Fərid dedi, görəsən bu adamın pulu yoxdurmu cebində? Ona görəmi heç bir şey ala bilmir? Yoxsa bir xurma olsun belə alardı. Sonra Fərid dedi, mən bu adama harda yaşadığını bilim və ona hədiyyə verim. Oruçluq bayramı üçün yəni. 11 ayın sultanı Ramazan üçün hədiyyə verim, dedi. Və dedi ki, bu adam harda yaşayırsa, onun evinə gedib hədiyyəni qapısının ağzına qoyub qayıdacaqdı və bundan heç kimə söz etməyəcəkdi. Çünki hamıya söz etsəydi, onda o yaxşılıq sayılmazdı. O özünü sadəcə hamıya təriflətmək istədiyi üçün bu yaxşılığı etmiş olardı. Ona görə də Fərid dedi, mən heç kimə bu yaxşılıqdan söz etməyəcəm və sadəcə o adama kömək etmək istəyirəm. Allah rızası üçün, bayram üçün. Bayram olmasaydı da mən başqa bir adamı görsəydim ya da o adamı, mən ona kömək edərdim. Çünki yaxşılıq etmək ən yaxşı yoldur. Hər insanı sevindirən və hamını qarşı yaxşı davranmaq da Peyğəmbərimizin etdiyi bir yoldur. Peyğəmbərimiz də hamıya yaxşı davranır. Mən də yaxşı davranım. Heç olmasa Peyğəmbəri özümə örnək almış olaram, deyib adama xurma və bəzi ərzaqlar, meyvələr aldı və dedi, bu qədər ərzaq bəs etməz. Mən bir ərzaqım və bazardan çoxlu ərzaq aldı. Sonra isə həmin adama yavaş-yavaş baxdı, görürsə bu hara gedir. Və sonra gördü ki, bu adam köhnə bir evə gedir. Sonra isə Fərid həmin köhnə evə ərzaqları qoydu, qapını döydü və tez qaçdı ki, həmin adam onu görməsin. Və sonra həmin adam da qapını açdı, gördü ki, ərzaqlar var. Və dedi, görəsən bunu bura kim qoyub? Mənə heç nə verməzdi. Görəsən bayram payı olaraq veriblər. Bilmirəm kimindir. Bəlkə də kimsə qoyub yanından çıxıb birazdan gəlib alacaq. Neysə, biraz qalsın bu ərzaqlar. Ondan sonra görüm kimsə götürmüşsə deməli mənə veriblər bu ərzaqları. Və yarım saat keçəndən sonra adam gördü ki, ərzaqlar hələ qapısının ağzındadır. Və sonra dedi, Allah kömək olsun bu ərzaqları qoyana. Allah ona uzun ömür versin. Onun heç vaxt canında xəstəlik tapılmasın. Yaxşı adamlar azalıbdır bu yalan dünyada. Amma yaxşı adamlar nə qədər də çox olsa, onda yaxşılar da artar. Çünki insan bilər ki, yaxşılıq necə gözəl bir şeydir. Ondan sonra pisliklərdən əl çəkər və yaxşılıq edər. Nəysə, mən bunları evə qoyum. O adama çox sağ olsun adam. Çox sağ olsun, şükür Allaha. Və sonra Fərid əlində xurma evə getdi. Və sonra babasına xurmanı verdi. Allah, baba, xurman. Və babası dedi, sağ ol oğlum bu xurmanı alıb gətirdiyin üçün. Fəridin babası Fəridə deyir, Fərid oğlum, bəs niyə görə gec gəldin, hə? Axı bazar çox da uzaqda deyildi. Düz deyirsən baba, amma ən yaxşı xurmaları almaq üçün çox uzun vaxtı baxmaq lazım oldu mənə. Hər xurmaya baxdım. Xurmaların hamısı çox gözəl idi, amma sənin istədiyin xurmanı gətirmək istəyirdim mən. Sənin istədiyin xurmalarda bu olduğu üçün bu xurmaları gətirdim. Və Fəridin babası deyir, oğlum, xurma xurmadır da, mənim bir dəfə istədiyim xurma bu olub deyəsən həmişə bu xurmanı tapıb gətirməlisən. Və Fərid deyir, baba, sənin istədiyin xurmanı gətirdim ki, sən sevinəsən. Və Fəridin babası deyir, hə, düz deyirsən oğlum, məni çox sevindirdin, çox sağ ol. Sən indi nə qərara gəldin? Yəni, oruç tutacaqsan, namaz qılacaksın? Fərid deyir, fikirləşirəm baba, görüm namaz qılaramı, oruç tutaramı? Oğlum, fikirləşmə, gör bu gözəl bayramda namaz qıl, oruç tut. Ən gözəl də bu olar. Fərid deyir, yaxşı baba, biraz da vaxt keçsin, düşünüm, qərarımı verim.
Bəlkə tutaram, bəlkə tutmaram. Bəlkə namazımı qılaram ya da qılmaram. Amma qılsan yaxşı olar, oğlum, deyir Fəridin babası. Və sonra isə Fərid gedir. Və sonra evdəkilər, atası, anası, babası və nənəsi bir qərar gəlirlər. Gəlin Fəridi biz oruç tutmağa görə biraz həvəsləndirək. Ona gözəl bir fikir verək və o onda həmişə sevinəcək və deyəcək ki, mən oruç tutmaq istəyirəm, namaz qılmaq istəyirəm. Bunun üçün çox gözəl bir fikir lazımdır ki, o həqiqəti anlasın və dünyadakı ən gözəl şeyin namaz qılmaq və oruç tutmaq olduğunu bilsin. O onu bilmədiyi üçün də namaz qılmaq və oruç tutmaq istəmir. Ona görə də bunu ən gözəl yolla anlatmaq lazımdır. Baxın, bir gün biz heç bir oruç tutmayaq və sonra namazımızı qılmayaq. Amma o gedəndən sonra namazımızı qılarıq. Amma orucumuzu tutamayacağıq. Çünki orucumuzu biz tuta bilmədiyimiz üçün də, amma oruçluq bayram hələ qurtarmayıb, yəni tutacağıq. Ondan sonra bizi belə görəndən sonra deyəcək ki, siz niyə oruç tutmursunuz? Biz də deyəcəyik ki, hələ fikirləşirik, oğlum. Və o da deyəcək, nəyi fikirləşdirirsiniz, baba, nənə, ata, ana? Və sonra da biz də deyəcək ki, biz də artıq yorulduq da bunlardan. Görək belə edək nə olar? Sonra da fikirləşəcək ki, mən düzgün etmirəmmiş və bir dəfə də olsun namaz qılar və oruç tutar və o gözəllikləri anlayar. Ondan sonra isə heç bir zaman onlardan ayrılmaz və hər zaman onlara bağlı olar. Bəs bunu necə edəcəyik, deyir Fəridin nənəsi. Və Fəridin babası deyir, biz ona bir gün bunu etsək, bacara biləcəyik. Bəs hansı gün? Bugün orucumuzu qutaraq, sabah başlayarıq bu dediyim plana. Amma heç kimə heç nə deməsin. Sonra birdən Fərid eşidər. Və sonra deyər ki, bunlar mənə oyun qurublar və mənim onu etməyimizi istəyirlər. Ürəyi qırılmasın. Çünki ona yaxşılıqla öyrətmək istəyirik bunu. Onun bilməsinə ehtiyac yoxdur. Sadəcə bunları bilsin. Görək onda nə deyir bizə. Çox maraq edirəm. Və Fərid bunların heç birini bilmədiyi üçün də namazını və oruç tutacaq, qılacaq. Deyəcək ki, bunlar niyə görəsən bundan oruç tutmadılar, namazlarını qırmırlar. Sonra o da bir dəfə qılacaq və deyəcək, bu gözəl nurdan və oruçdan niyə uzaqlaşdınız, ay baba, ay nənə, ay ata, ay ana, deyəcək. Onda da biz deyəcək ki ona, oğlum, biz sənə bir oyun oynayırdıq, sənin hər şeyi anlamaq üçün və sən də artıq anladın. Bizim etmək istədiyimiz tam da buydu və o da oldu. Amma Fərid hələ də namaz qılacaq və oruç tutacaq. Çünki görəcək ki, ən gözəli budur. Ona qalsa heç vaxt namaz qılmaz, oruç tutmaz. Görmədiniz keçən il, yəni dedi ki, namaz qılacam, oruç tutacam. Amma heç namaz qılmadı, oruç tutmadı. Və heç bilinmir ki, məsələn, kömək edir, etmir. Ramazan bayramıdır. İnanmıram ki, edir, amma bilmirik. Onu deyər, etməz. Özü də bilər, amma nəysə, oğlum. İndi biz əlimizdən gələni etməliyik və sonra o namaz qılacaq və oruç tutacaq. Sonra heç vaxt bunlardan ayrılmayacaq. Sonra da və deyəcək ki, bizim hamımızı təşəkkür edəcək. Siz olmasaydınız, mən bunu heç vaxt etməzdim. Həmişə deyəcəkdim ki, edəcəm, namaz qılacam, oruç tutacam, amma etməzdim. Siz mənə doğru yol göstərdiyiniz üçün çox sağ olun. Amma biz də ona deyəcək ki, bizi doğru yola göstərən Allahdır. Və sənin də kömək oldu ki, Allah bizə bu yolu göstərdi və biz də sənə kömək etdik, oğlum. Hər kəsə təşəkkürlər, abunə olun, ailəmizə qatılın.